Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İcra ilə bağlı ödənişlərə görə yeni cərimə müəyyən edilir. Xəbər verilir ki, bu barədə məsələ Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxsləri 500 manatdan 1000 manata qədər məbləğdə cərimə ediləcək. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.